Salam, mən estetik stomatoloq Qiymət Ramazanlı. Bugün Sağlıq Saatı layihəsi çərçivəsində stomatologiyada doğru bilinən yanlışlara aydınlıq gətirəcəm. Doktor, deyirlər ki, dişləri aqressiv və sərt fırçalayanda bəmbəyaz olur. Mif yoxsa reallıq? Bu mifdir, çünki dişləri sərt və aqressiv fırçaladığımız zaman dişin minası zədələnir və kariesin yaranmasına səbəb olur. Biz normalda dişlərimizi gündə 2 dəfə və dairəvi hərəkətlərlə fırçalamalıyıq. Diş ağrıyırsa sinirini çıxarım, əsas ağrımasın. Diş dişdir də. Mifdir yoxsa reallıq? Xeyr, bu mifdir. Erkən müayinə zamanı biz dişin sinirini saxlamaqla müalicə edə bilirik. Çünki dişin siniri dişi qidalandıran əsas amildir. Dişin siniri olmadığı halda dişin ömrü də azalır və dişi erkən itirməyimizə səbəb olur. Doktor, qapaqlar qoyulduqdan sonra dişləri fırçalamağa ehtiyac yoxdur. Mif yoxsa reallıq? Bu təbii ki, bir mifdir. Necə ki, öz dişlərimizi fırçalayırıq, eləcə də qapaqlı dişləri fırçalamalıyıq. Bu ilk öncə gigiyenamıza və daha sonra isə ağız qoxusunun qarşısının alınmasında vacibdir. Diş sapı dişləri təmizləmək üçün yaxşı metoddur. Bəli, bu reallıqdır. Necə ki, diş fırçasından istifadə edirik, eləcə də diş sapından istifadə etməliyik. Diş sapı fırçanın keçə bilmədiyi interdental, yəni diş arası sahələrə keçə bilir və burada qida qalıqlarının təmizlənməsində böyük rol oynayır. Dişləri çox fırçalamaq diş daşlarının qarşısını alır. Bu mifdir. Dişləri çox fırçalamaq yox, düzgün texnika ilə fırçalamaq lazımdır. Düzgün fırçalanmadığı təqdirdə diş daşlarının yaranması böyük ehtimaldır. Hər qida qəbulundan sonra dişləri fırçalamaq mütləqdir. Bu mifdir. Dişləri ən az gündə 2 dəfə səhər qida qəbulundan sonra, axşam yatmazdan öncə fırçalamaq kifayətdir. Dişlərin və ağzın sağlamlığının daxili orqanlarla heç bir əlaqəsi yoxdur. Bu mifdir. Çünki sağlamlıq ağız boşluğundan başlayır. Ağız boşluğumuz sağlamdırsa, digər orqanlarımız da sağlam olacaq. Qiymət doktor, cavablarınız üçün təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun.